Həmin polis şöbəsinin qavanı. Polis şöbəsinin qavanından deyib bir yol gedir icra hakimi zada. O vaxtı zada zat deyirdilər də ona, katibliyə. Həmin o yolun içində həmin maşın durub, bizi gətirən maşın. Pir Camaldan gətirən maşın. Mən elə bildim ki, qadınlar içindədir. Gördüm yolun içində 10-12 dənə əskər durub söhbət edirlər, bayındılar. Bu kişiyə dedilər, onu bərdən gətir. Məni apardı, bunları yanına aparanlar. Məni kuruğa aldılar, qaldım ortalıqda. Ayağım yalın, ayaqlar bax, görürsün, ət aşıb, düşüb aşağı, ayağımın əti zadı yoxdur. Gördü, bax, bu sol ayağımı. Təpə ilə nətər vurdusa, and olsun bizi yaradana. Parmaqlarımın ikisi qaldı onun ayağının altında. Ayağını çəkəndə baxdım ki, parmaqları yoxdur. Amma ağrı hiss eləmirəm, ha. Ağrı hissi, donub, dizə qədər donub. Ağrı hiss eləmirəm. Oradan bu erməni ki, deyirəm, məni gətdi, o qırajdan erməni. Bunlara ermənicən söydü. Utanmırsınız, ölmürsünüz. Gedin silah götüranı, onunla o falanı qoca kişidir, bunu niyə belə eləyirsiniz? Məni aldı qucağına, getdi, aşıdı o maşının içine. Baktım ki, maşının içinde heç kim yoxdur. Maşın təmiz boşdur, maşının içinde böyük bir patrışka var. Patrışkanın üstünde bir dənə pışlat var. Bu pışlat da mənim kızımın əynində olub. Qardaşı geyindirmişdi meşədə. Baktım ki, pışlat buradadır, kız yoktu. Başımı koydum pışlatın üstüne. Gördüm saat çıkısı gelir. Plaşın cebinden. Benim oğlum saatte o bak ki, saat o zaten zavatına işleyen saatlerden. Saat hele işleyir. Neyse maşında gözledim da başımı koydum yere ölməyimden. Belki de hiç dəqiqə çəkməz ölerim de ölümle yüzeyim. Gördüm 2 nəfər də getdilər. Maşının ağzını açtılar, saldılar benim yanıma. Tanıyırım. Biri Canan həkim vardı. Mal həkimi vardı, oydu. Bir de onun yeznəsiydi, bir de onun sabay biri. 3 nəfər də onları getdilər. Maşın yola düşdü. Maşın yola düşdü, bizi getdilər. Ağdamla Əskəranın arasına posta, sərhəddə. O maşın yoluna qazıblar ki, maşın keçməmək üçün elə piyada yolu var. Yenib bir dərədən qalxırsan, yola düzəlirsən. Bu uşağı, bu yoldaşlarım maşından düşdülər. Burada erməni yoxdur, Ruslardı. Bu dəyişanlar. Mən də Rusça yaxşı bilmirəm, dəskərit olmuşam, gücüzü belə bilirəm. Bana dedi ki, otay da uje sizinkidir, gedə bilərsən. Səni dəyişdilər. Məni dəyişdilər. Dedim, gedə bilmirəm. Bu Rus əskərləri, hər əskirdi bir qoltuğuma, mən atlatdı, uzatdı ora. Yolun içine qayıtdılar, gəldilər. Da getmə imkanım yoxdur. Ora uzandım, üzüm Ağdama sarıdı. Gördüm, bir dənə Oğaz maşın gəlir, Vilis maşın gəlir. Yanıncanda bir adam kamera çiynində yaxınlaşıb, bax, buradan darvaza qədərdir, gəlir. Gördüm, bu kamera çiynində olan deyir ki, tez götürün atarlar. Baxdım ki, Azərbaycanlıdır. Orada tamamıyla huşum itirərəm. Ya sevindiğim davtuna eləyərəm ki, bu yaqın Azərbaycanlıdır da bizi xilas edir. Neyse oradan bax, hemen bax o şekilde, bax. Bax, orada məni qoyurlar Nasırqaya. Bax, orada mən burada Nasırqada adam görürsən. Orada məni qoyurlar. Allah qəni rəhmət eləsin. Çingiz Mustafayev. Bax, orada məni orada, bax, bu kadrı çəkən Çingiz Mustafayev. Hə. Orada məni götürdü. Məni götürərlər, bax, belə heç uşum itirərəm. Məni gətirərlər zada Ağdama. Gətirərlər, Ağdamın xəstəxanasını bombalayıblar deyin. Xəstəxananı köçürüblər poezdlərə, vagonlara. Məni apardılar vagona. Məni apardılar vagona. Da apardılar deyəndə mən huşum yoxdur. Bilmirəm, hara aparıblar. Gözümü açdım, ayıldım ki, bir dənə həkim mənim başımı qoyub dizinin üstə, biri də ayaqlarımda işləyir.
Ayaklarım değişti. Benim bir oğlum var. Şimdi bak o beyaz geldi görüştü uşaq. Onun atası. Onunla 12 yaşı var. 12 yaşı var. Balaca uşaqdır. Görün məni nə günə salıblar ki, day gəlib bütün gəzirlərdə kimin nəyi yoxdursa bəlkə gətirirlər. Mənim uşaqlarım da gəzir. O məni tanımadı. Mən əl elədim ki, Atağa Masar gəl. Gəldi nə günlə. Nəysə bundan soruşdum ki, anam, bacım, maşına qoyub gəlmişəm. Dedi ki, ata, arxeyn ol hamısın. Bıraxıblar qadınların hamısı. Hamısı buradadır. Nəysə oradan bizi gətdilər. Bir gece orada qaldıq. O sifte yardım elədi, müalicə elədilər. Oradan aylıq üçün bizi göndərdilər Bakıya. Bakıda Respublikanski xəstəxanada bizi apardılar ora. 3 ay. 3 ay orada yatdıq. 3 ay. Beşimizin de ayaklarımız hamısı pəncədən kəsildi. Pəncədən kəsildi. Orada 3 aydan da sonra elə çıxdıq. Bakıda bir 3 gün, 4 gün o qohum evində zatda qalandan sonra geldik Ağdam. Ağdamda işğal olunanda geldik. Oradan da kaçtık. Oğuz rayonuna da 17 yıl kalandan sonra burada Allah kömək olsun. Bizim böyüklerimizin bu evler tikdirlər, oradan da geldik, yürüdük bura. Bak bu vəziyyətimizdə belə yaşayırıq. Çox sağ olun paylaşdığınız üçün. Siz dünya ictimaiyyətinə, bütün dünyaya nə bir mesaj göndərmək istərdiniz ki, belə bir hadisə Bütün dünya belə bir səslənirəm, belə deyirəm. Özümdə yana deyirəm. Belə bir hadisə bir də baş verməsin. Bir bizdə yox, heç bir dünyanın heç bir yerində. Dünyada sülh olsun, əmin-amanlıq olsun. Bizim Qarabağımızda alınsın, ondan sonra Allah məni canmasın. Görüm gözümlə ki, Qarabağımız alındı. Ondan sonra Allah məni öldürsün. Əgər böyün alınarsa bu yaşımda, 76 yaşım var, ayağı invalid kişiyəm, diz üstə sürünə o Qarabağa getməsəm, onda mən dünyada heç satmayacağım. Çox sağ olun bütün həyatdaşınızda olanları bizə danışdığınız üçün. If you have something to add? I don't know, He covered everything, talking about how he gets hostage, how his legs was frozen, how he was changed on the Armenian hostages that was in Azerbaijan part, how he moved here, and his wish for future, his message to the world that do not make any kind of this stuff again, just to think and before and after to do something, and his wish that he would like to see the Karabakh, which already returned to Azerbaijan, and then he can die easily and feel his mission ended. Wow, okay. Is there anything you can think of that we should ask? Okay. I don't think that's it. Okay, amazing. Da çok sağ olun. Benim ayaklarımı da çekebiliriz. Yeah. Maybe to take some shoot of his legs. Yeah, Fit. sure. Fit. Yeah. Okay.